Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Azərbaycan milli mətbəxində neçə növ gilas mürəbbəsi var. Kanalımda artıq ağ gilasın mürəbbənin hazırlama prosesi var. Bugünkü videoda qara gilasdan mürəbbə hazırladım. El arasında bu növə öküz ürəyi deyilir. Və videonun gedişatında müəyyən faydalı məsləhətlər verəcəm. Bu mürəbbənin özəlliyi nədədir? Bu mürəbbəni həm tumdan hazırlamaq olar, həm tumsuz. Mən əvvəl fikirləşdim ki, tumla bişirim, amma sizə fikir olsun deyə qərar verdim ki, gilasın tumunu çıxardacağam. Niyə deyirəm ki, tumla da hazırlamaq olar, tumsuz da? Adətən öküz ürəyi gilası iri olur və biraz bərk olur. Və o gilası əzməməkdən ötəri bu mürəbbəni tumun çıxartmadan hazırlanmaq olar. Dadında problem yoxdur. İstifadə elədiyim gilas biraz yumuşaq idi. Saç sancağı ilə kimdəsə xüsusi alət var. Mən o ilə işləyə bilmirəm, boynuma alıram. Mənim üçün bu saç sancağı ilə işləmək daha rahatdır. Gilasın tumunu çıxardıram. Çox rahatlıqla, baxın görün, əzilmədən, amma tumu çıxardan alət iki tərəfdən gilası zədələyir. Mən də onu bəyənmirəm. İllərlə əlim necə bu sancağa öyrənibsə, bu mənim üçün daha rahatdır və mən işimə davam edirəm. Tumu çıxartdım, qutardım. Bir qabın içində təmiz, tumsuz 3 kilo gilas var. Qabın da birində 3 kilo şəkər. Və videoda gördüyünüz kimi mən bunları bax belə ləyənin içinə yığıram. Bu videoda mən sizə mürəbbənin hasand hazırlanma yolunu göstərəcəm. Stakan yarım qaynar su əlavə edirəm. Qazı yandırıram və tam xırda xodda qoyuram. Üstünə qoyuram dəmiri və ləyəni qoyuram. Və gözləyirəm ki, mürəbbə qaynara düşsün. Bu xırda xodda təxmini hardasa 1 saata mürəbbə artıq qaynara düşür. Gözləyirəm ki, şəkər də ərisin və mürəbbənin altını söndürürəm və bir gecə bu vəziyyətdə saxlayıram. Mürəbbə bir dəfə qaynara düşmüşdü. Tamam soyutdum. Tamam. Və indi ikinci dəfə gözləyirəm ki, mürəbbə qaynara düşsün. Və axıra qədər, hazır olana qədər bişirəcəm. Mürəbbə qaynara düşüb. Bu qədər limon turşusu əlavə edirəm. Bu qədər vanil əlavə edirəm. Bildiyiniz kimi ağ gilas mürəbbəsində mıxay istifadə edirəm. Xoşum gəlir ki, gilas mürəbbəsi ətirli olsun. Ona görə də bu mürəbbələrdə vanildən istifadə edirəm. Yaxşıca bunları qarışdırıram. Və gür xodda mürəbbə hazır olana qədər qaynayacaq. Mürəbbə 15 dəqiqə qaynayıb və mən yoxlayıram. Görün, mürəbbə hazırdır ya yox. Yox, mürəbbə hazır deyil. Ona görə ki, kağız mürəbbənin şirəsin canına çəkir. Amma çəkməməlidir. Deməli, bir 10 dəqiqədə bişəcək. Mürəbbə gürxodda qaynayır. Köpüyü yığışdırmıram. Ona görə ki, köpüyü yığışdıranda mürəbbənin şirəsi də gedir. Bu bizə lazım deyil. Və mən nə edirəm? Mən yoxlayıram. Görün, mürəbbə hazırdır ya yox. Fikir verin, kağız hələ də mürəbbənin şirəsinin canını çəkir. O deməkdir ki, mürəbbə hələ hazır deyil.
Bir məqamı qeyd eləmək istəyirəm. Adətən tumu çıxan meyvələr, çiyələk kimi gilə meyvələr, moruq kimi, böğürtkan kimi onlar həmişə daha çox şirəli olurlar. Ona görə də bu proses bir balaca uzun çəkir. Ona görə də tumu çıxan meyvələrin suyun çalışın az edin. Əks halda mürəbbənin bişmə zamanı uzanır və mürəbbənin rəngi biraz tünd olur. Amma indiki bu qara gilasda elə bir problem yoxdur, narahatçılıq yoxdur. Amma ağ gilası bişirəndə mi, çiyələyi hazırlayanda mı bu məqamları nəzərinizdə saxlayın. Suyu əlavə edəndə reseptdə hansı ölçüdə su göstərilirsə onu da əlavə edin. Və mən bir daha da yoxlayıram. Baxın, görün mənim əzizlərim. Mürəbbə artıq hazırdır. Adətən mürəbbə hazırlananda əvvəl şirə hazırlanır və sonradan meyvələr əlavə olunur şirənin içinə. Qara gilas mürəbbəsini hazırlayanda artıq bu problem yaşanmır. 3 kilo təmiz gilasa stakan yarım su əlavə elədim və siz bir dənə mürəbbənin suyun miqdarına baxın. İndi isə kağız dəsmalının köməyi ilə mürəbbənin köpüyün təmizləyirəm. Öküz ürəyi gilası o qədər dadlıdır ki, hətta bu mürəbbə tumla belə bişirilsə heç bir problemi yoxdur. Və ələxsusda bax bu üsulla. Amma siz bişən zaman köpüyü yığsaz, siz köpüyü ilə birlikdə mürəbbənin suyunu da azaldırsınız. O da mürəbbənin keyfiyyətinə təsir göstərir. Sadəcə olaraq mürəbbənin köpüyünü mətbəx kağızı ilə təmizləyəndə çox ehtiyatlı olun ki, əlinizi yandırmayasınız, amma çox gözəl üsuldur. Mürəbbənin köpüyünü təmizləyəndən sonra gözləyirəm ki, mürəbbə tam soysun və soyuq halda bankalara yığın. Mürəbbə təmiz soyuyan vəziyyətdə bankalara yığılanda bankada təmiz çəkisi olur. O nə deməkdir? Siz mürəbbəni bankaya isti yığsaz, soyanda həcm azalır. Ona görə də mən mürəbbəni soyduram, ağzına bu cür nə kağız qoyuram, sterilizə olmuş isti qapaqla bağlayıram ki, qapaq soyanda daha da bərk sıxılır. Bu mürəbbəni nə qədər tərifləsəm azdır. Siz nə edirsiniz? Bu mürəbbəni hazırlayırsınız, çayla nuş edirsiniz və əmin olursunuz ki, bu həqiqətən çox və çox dadlı, möhtəşəm mürəbbədir. Sizə uğurlar olsun. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.